Elə prinsipcə Ağşəhərdə normal 1000-1200 manata əvvəllər tikilir. Hardasa 2500 manat onun qırmızı xətti idi də. Bundan baha heç kim almırdı Düz Ağşəhərdə. deyirlər. Hə. Mən ümumiyyətlə Ağşəhəri anlamıram öz-özlüyümdə. Estetikasını bəyənirəm, amma mən həmişə deyirəm Ağşəhərin 2 dənə problemi var. Orada nə Allah var, nə də insandan başqa canlı var. Nə it pişik girmir Ağşəhərə, nə də bir də məscid, kilsə ya da ki, sinaqoq heç nə yoxdur da. Belə də Allahsız, heyvanlarsız bir məkandır. Bu məni həm fəlsəfi olaraq çəkindirir, həm də olaraq əgər itlə pişik girmirlərsə həmin yerə, bu mənim üçün o qədər də yaxşı göstərici deyil. Amma nə baş verdi ki, Ağşəhərin birinci o Paris evləri falanları, hünər güllələri tikildi. O zaman bunları icra başçıları necəsə idarə edirdi və Şəhərsalma Arxitektura Komitəsi bu 1/3 xərclər yox idi deyənə nisbətən normal qiymətə tikib hamı qazana bilirdi. Sonra ki yeni tikili binalar tikilməyə başladı, onların xərcləri artıq ən azından həm tikinti materialları üzrə qalxdı, həm də icazələrin qiyməti qalxandan sonra onlar artıq fundamentdən başladılar 3000-3500-də tikən. Və yaxında da mənə 1200-dən 1500-dən alanlar insanlardan hansılar ki 2000-2500-də satırdı. O düşünürlər ki biz niyə görə hazır binamızı onun ucuz satmalıyıq? Evet. Və aldandılar buna ki. Əgər fundamentdən kimsə 4000-4500 satırsa, biz də gələ hazır binanı 5000-ə sataq. Və problem orasında da gəlir siz Ağşəhərə axşamlar getsəniz, görəcəksiniz orada maksimum 10% yaşayış var hər bir binada. Ondan çox yoxdur. Heç kim yaşamır. Hamı satır, amma alan yoxdur. Fundamentdə odur problem.